Əməl, bir dənə bir əməl elədin ha. Yüzlərlə nəticələr doğurdu. Sən bir silsilənin içindəsən. Bunu elədinsə bu nəticə, sonra bu nəticə. Bir silsilə var müqəddərat sənin üçün sona qədər gedir. Dəyişilməz qaydalardır. Sən düşdün bir məngənənin içinə ki, o xətlə hərəkət eləməlisən bir əməlin nəticəsində. İndi burada tövbə nədir? Burada tövbə budur ki, Allah istisna qoyub qanununa. Sən tövbə eləməklə bu əməlin nəticəsində nə qədər şeylər səni gözləyirdi, onları neytrallaşdırıb başqa bir xəttə düşürsən. Yəni Allah bütün varlıq aləminin düzənini sənin tövbəvə görə dəyişir. Onda adam tövbənin qədrini bilir. Bəs dedin, axı qaydalar dəyişilməzdir. Bəli, sən dəyişə bilməzsən, amma özü qoyduğu istisnalar ki var, o istisnalar heç. O da bir qaydadır. İstisna özü də bir qaydadır. İstisnanın özü də bir qaydadır. Yəni sən tövbə eləyəndə Allah nə qədər səbəb nəticələr səni gözləyirdi, dəyişdi, səni atdı başqa xəttə. Sən bilirsən nə elədi sənin üçün, onda sən necə halla tövbə eləyərsən, nə minnətdarlıq hissi ilə tövbə eləyərsən. Ud'uni əstəcib ləkum, bilirsiniz nə böyük sözdür? Çağırın, cavab verin. Yəni mən bütün müqəddəratı, bu qaydalar ki var idi, səni gözləyən şeyləri 180 dərəcə dəyişirəm. Nə qədər sevinməlisən. Ona görə dalıyız edir ki, İnnellezine yestekbirune an ibadeti seyedhulune cehenneme daxirin. Kim ki mənə dua eləməkdən imtina eləsə, təkəbbür göstərsə, onun üzü qoyulu cəhənnəmə daxil olar o. Nə üçündür? Nəyə görədir? Çünki bu böyük bir fürsət idi, sən dəyərləndirmədin. Allah səni çağırır ki, gəl, varlığın müqəddəratına sən təsir qoy tövbənlə. Nə qədər hadisələr sənin üçün dəyişəcək. Yəni varlıqda bir dəyişiklik yaradım. Sənin bir istiğfarınla. Sən bu fürsətdən istifadə eləməməyin təbii nəticəsidir. Bu da bir qaydadır ki, sən üz üstə cəhənnəmə gedib düşərsən.